İstək bir alovdur, stimulsa kənardan ora atılan odundur. İstək bəzən bir insanda yaranır, 3 gündən sonra sönür, 1 aydan sonra sönür. Yəni sən içində olan o istəyi düzgün şəkildə artırmasan, o alovu sən çoxaltmağa çalışmasan, istək də aradan gedəcək. Düzgün odunları verməlisən, o alovu daim təravətli saxlamalısan. Mən ona stimul deyirəm. Stimul bəzən bir dənə sözdür. Mən bəlkə də 100-ə yaxın adam tanıyıram ki, oxuduğum kitablardan, şəxsən tanıdığım adamlardan. Bir söz həyatını dəyişir. Bəzən adama qəribə gələrdi. Bir söz bir insanı necə dəyişə bilir? Ancaq həqiqətən də bir söz insanı dəyişir. Bir kitab insanı dəyişir, bir musiqi insanı dəyişə bilər, bir hadisə dəyişə bilər, bir travma insanı dəyişə bilər. Bu kənardan olan stimullardır. Və yaxud da ola bilər ki, bir video izləyərsən, tanınmış hansısa bir dahi bir şəxsin çıxışı o sənin həyatını dəyişər. Bu təlim nə qədər adamın həyatını dəyişə bilər? Yüzlərlə söz deyərəm, ancaq bir dənə söz ürəyinizə o qədər təsir edər ki, o sizin həyatınızı dəyişər. Mən çox məktublar alıram. O məktublarda diqqətimi çəkən maraqlı bir məqam odur ki, kitabı adam oxuyur, ancaq onun içində ona aid olan hansısa bir dənə cümlə olur. Onun içində 50 min söz var. Kitab orta hesabından 50 min söz olur da onun içində. O 50 min sözün içində 4 söz bu insana təsir edir. 5 söz o insana təsir edir. Sanki bu adam kitab bunun qabağına çıxıb ki, içində olan o 4 dənə sözü buna desin, bunun düşüncəsini, bunun hissini dəyişsin və nəticədə də həyatını dəyişsin. Və bu kənardan stimuldur. Sən mütləq olaraq kənardan stimul almalısan. Mütəmadi təlimlərə getmək, davamlı kitablar oxumaq və sənə stimul verəcək insanlar var.